var. Belə kriminogən hadisələr dünyanın hər yerində ola bilər, amma Azərbaycanda bu kütləvi xarakter alıb. Yəni mühit özü bu cürdür. Mühitin özündə bünövrə doğru qoyulmur. Təhsil həm siyasiləşir, həm kriminallaşır, həm dolayısıyla bir rüşvət mexanizmi işləyir. Deməli, repetitor adı ilə. Yəni, məktəblərdən hazırlıqlara getmək üçün məktəb direktorlarını razı salmalısan ki, sənə qayıb yazmasın. Yəni, əgər bu orta məktəbin verdiyi təhsillə ali məktəbə heç kim düşə bilmirsə, yəni burada yaxşı oxumaqla gedib nəsə testdə bal yığa bilmirsənsə, bu məktəblər nəyə lazımdır bu qədər xərc tökülür? Elə repetitorların yanına geçsin də insanlar. Yəni, belə böyük bir suallar var və indi bu verilişimizə sığışmayan başqa səbəblər də var. Müəllimin cəmiyyətdə hörmətdən düşməsinə, onu hörmətdən düşməyə vadar eləyən səbəblər, yəni müəllimin günahı olmadan onu yönəldən, onu hörmətdən düşməyə vadar eləyən səbəblər var ki, bunlar aradan qaldırılmalıdır. Müəllimin hörməti, imici özünə qaytarılmalıdır. Mən indi Sovet dövründən misal çəkmirəm, deyəcəklər Sovet nostalgiyası ilə yaşayır. Atatürkdən misal çəkirəm ki, o müəllimlərin maaşı haqqında müharibənin qızğın vaxtında Maliyyə Nazirliyinə göstəriş vermişdi ki, mənim yadıma salarsan. Ən kritik məqamda o deyir ki, paşam, müəllimlərin maaşı haqqında dediniz ki, yadıma salım. O da harasa tələsirmiş, deyir, hakimlərin maaşından aşağı olmasın. Bilirsiniz də, hakimlərin maaşı həmişə yuxarı olur ki, rüşvətə meyil eləməsinlər və ədalətli qərara çıxartsınlar. Atatürk deyir ki, müəllimlərin maaşı deməli, hakimlərdən aşağı olmasın. Yəni, dövlətin ən yüksək səviyyəsində müəllimlərə bu cür hörmət qoyulmalıdır. Yəni, hansısa bir xidmətə görə birinə medal vermək, birinə təqaüd vermək, birini nə bilim başa çəkməklə iş düzəlmir. Ümumi təhsil sistemini bir hörmət müstəvisinə qaldırmaq lazımdır ki, bu cür hadisələr baş verməsin. Yəni, Azərbaycan məktəbi əsl məktəbə çevrilsin, kriminal bir obyektə yox.